gecə namazı qılanın xeyirləri. Üzü deyir nurani olar. Üzünə Allah nur verər. Bədəni salamat olar. Qəmi aradan gedər. Qəmi qüssəsi olmaz. Gün ərzində elədiyi günahları gecə bağışlanar hamısı. Ömrü uzanar. Cəmaat sevər onu. Cəmaatın ürəyinə o məhəbbəti düşər. Bunlar dünya xeyirləridir. Ahirətdə o tərif edilmiş məqama gedər çatar. Allaha gedər çatar. Bir saat yuxudan tez durub, indi fəxr eləsin ki, mən yuxumdan keçdim. Vallahi heç nədən keçməmişsin. Allah mələkləri gətirir, fəxr edir. Bəs nə ilə bunu fəxr edir? Deyir, ağıllı adamdır da, xeyri ilə ziyanını bilir. Və bundan fəxr eləməlinə dəyər. Ağıllılarla fəxr edir. Ki, ağıllı adamdır. Birdən mən gecə namazını bütün bunların heç biri üçün eləmədim. Allahla danışmaq üçün elədim. Məsələ də bundadır ki, bütün bu mənfəətləri nəzərdə tutmadınsa, dedin ki, mən aşiqanə dururam, onda bundan artıq verirsən, daha da xəcalət edir, yenə də xeyir və qutarır. Qaçmaq mümkün deyil. Bunları nəzərdə almasın ki, gecə namazı filan şey verir, filan şey verir, mən sənə görə gəldim, onda da deyəsən ki, daha yaxşı bunları istəmədim, vermirəm. Yox, bunları artıqlaması ilə verir. Qəribə bir Allah-insan münasibətləri var. Allah insan yaradıb, özünü sevən varlıqdır. Deyir, 100% xeyrivə çalış. Amma xeyrivə çalış. Bil xeyrin nədir? Öz xeyrivə çalış, halaldır sənə. Deyim, halaldır sənə, gözəl bəndəsən.